Son vaxtlar elə hər birimizin belə baxıram ki, sevgiyə ehtiyacı var. Sona xanım deyir ki, nə valideynlərim, nə də həyat yoldaşım məni sevmədi. Aktrisa. Sənətdə xoşbəxtəm, şəxsi həyatda yox. Bu şeirə demirlər ki, Rəbbin bir qapını bağlayanda birini açır. Təbii ki, Axşam Nöqtəsi xəbər verir ki, bu sözlə aktrisa Sona xanım Əliyeva bir verilişdə deyib. Sona xanımı mən sevirdim. Daha belə dolu olanda, yumru olanda. O qədər şirin idi. Az qalırdım onu buluşkanın arasına qoyayım, yeyeyim. Və bir dəfə Sona xanımla açıqlama verdim. Amma belə açıqlamam tənqid idi. Sona xanımla bir məclisdə görüşdük. O qədər mənə doğma yaxınlaşdı, o qədər mənə doğma, şirin danışdı. Demək olar ki, belə orada belə nəyəsə belə məni qonaq etmək istəyirdi. O münasibətləri göstərdi. Belə baxdı mənə, deyir ki, amma siz mənim haqqımda yaman danışdınız. Amma deyir, heç vaxt sizə zəng vurub onu demədim. O qədər mehribandır, səmimidir Sona xanım. Həyatımda çox şey yenidən yazardım. Başqa ailədə dünyaya gəlmək istəyərdim. Ata, ana, sevgisi, ər saadəti, qardaş qayğısı görmək istəyərdim. Amma narazı deyiləm. Həyatda hər şey təbii ki, əbədi deyil. Deyir, həyatda heç vaxt sevilməmişəm. Bir insan ər, valideyn, yəni bir insanı ər, valideyn sevər, onlar da sevməyib, yoxdur. Heç kimdən sevgi gözləyə də bilmərəm. Bircə övladım məni sevir, mən də onu sevirəm. Sona xanım, elə hər birimizdə bu sevgi yarımçıqdır, bütöv deyil. Gəl narazı qalmayaq, Allahın bizə sevgisi olsun, dostların bizə sevgisi olsun, bir də canımız sağ olsun. Öpürəm sizi, Sarə Səfura Bahadırdan tövsiyə.